Əziz və dəyərli bağçılıq həvəskarları, hər birinizi salamlayıram. Bugün növbəti çəkilişimiz yenə də gilas ağacı üzərindəndir, gilas çeşidi üzərindəndir. Keçən çəkilişlərimizdə qeyd etmişdik, gilasın bu il tutmaması, havaların soğuk keçməsi, yağışlı keçməsi, tozlanmaması, mayalanmaması bir çox çeşidlərdə öz əksini göstərdi, özünü göstərdi deməli. Burada bu gün mənim çəkilişim ziraat ağacı üzərindəndir. Deməli bu 8 illik bir ziraat ağacıdır. Napolyon ziraat eynidir. Və bax üstündə meyvə ilə kəsmişəm. Deməli bu ziraat olan 8 illik bir ağacdan 4 kilo meyvə yığmadım mən. Ümumilikdə belə götürəndə hər il belədir. Yəni bu ili nəzərə götürsək, bu il yox, hər il Napolyondur. Misal üçün Napolyon bəzi ərazilərdə normal meyvə verir Xaçmaz bölgəsində, amma Napolyon Quba bölgəsində nəticə vermir. Müəyyən bir ərazilər var ki, orada gətirir, ancaq bəzi yerlərdə yox. Mən bunu çəkiliş etməkdə məqsədim odur ki, bəzi bağbanlarımız var ki, misal üçün 7-8 illik bağ əkiblər, gilas bağı, Napolyon belə deyək, ziraat Napolyon. Nə əli gətirmir, nə əli gedib kəsə bilmir, çıxarta bilmir, ili verə uzana gedir. Ancaq burada bax, mən göstərim. Deməli, kəsmişəm, amma iyun ayının 10-udur. Bax, üstündə gilasla kəsmişəm. Yəni, bir dənə gilas var burada. Deməli, burada kəsmə məqsədim nədir? Kəsib bunu mən qələm vuracam. Avqust ayına bunu göz qələminə gətirməkdir. Yəni, burada zoğlar, hansı ki, qalın budaqlardan çıxan zoğları, tumurcuqları saxlayırsan və həmin zoğlar avqust ayınacan metrə, 1 metrə yarım ağacın inkişafından asılı zoğ vurur. Həmin zoğlara birbaşa, bir var ki, yarma vurursan, calarda da ən gözəl nəticə göz qələmidir. Yarma effekt vermir. Ancaq qaldı ki, iri, böyük qələmlərə onlara ümumiyyətlə nəticə vermir. Çürümə gedir, qopma verir və 1 il, 2 il bitirir haradasa bağban. Mən bunu öz bağımda təcrübədən keçirmişəm. Bax, bu bağ ağacın yanında keçən il mən kəsdim bunu. Ona göstərəcəm. Keçən il bax, bunu kəsmişəm. Və onun yanından alınan zoğdan, zoğa göz qələmi vurmuşam avqustda. Göz qələmi. Deməli, bax, kəsmişəm buradan. Ancaq bunun yanından, özündən, özəyindən zoğ çıxıb. Həmin özəyi vurmuşam göz qələmin. Bax, bunu kəsmişəm, həmin özəyi vurmuşam. Yəni ki, ən ideal vasitə, variant, bax, budur. Böyük qələmlərdə 8 illik, 9 illik, 10 illik fərq eləmir. Yəni ki, yanından bu çıxacaq, misal üçün, burada kəsdiyimdə göstərim. Deməli, kəsdiyim budağın yanından budaq olsun, tumurcuq olsun və həmin tumurcuqlar avqust ayınacan göz qələmi vurulanacan bu 1 metrə nəticə 1 metr uzanır və oduncaqlaşır. Əsas məsələ göz qələmində o yeni vurulacaq gözə oduncaqlaşmalıdır. Həm gözdə vurmaq olar, həm də yapma da vurmaq olur. Avqust ayında ideal vasitə avqust göz qələmi. Yəni çatdırmasa yazda da vurmaq olur. Yazda da göz qələmi vurmaq olur. Ancaq heç kim düşünməsin ki, mən 8 illik bir ağacı kəssəm nə olacaq? Uzaq başı 2 il itirəcəksən. Bax, 1 il ərzində aldığım nəticə budur. Karmen vurmuşam bunun üstünə. Bax, budur. Sonra Sputnik var. Sputnikdə. Bax, bunu da kəsəcəm. Onu da həmin variantda.
5 dənə ağacı var ki, burada Sputnikdir, Ziraat Napoleondur. Onları kəsib istədiyim gözəl çeşidlər var. Onlardan vuracağam. İndi bax Sputniki də göstərəcəm. Deməli, vurduğum qələmdir ki, bax budur. Yəni kim istəsə, yəni çıxartıb atmasın, hayıfdır. Zəhmət çəkirlər. 7-8 il bağda əziyyətin bir ömrün verir bağban. Sonradan kəsib tamamilə atır. Bir var ki, bir qələm əkirsən, biraz gec meyvəyə düşür. Ancaq bu cür, misal üçün keçən vurmuşam, gələn meyvə var onun üstündə. Bunun kökü qalındır deyə, böyükdür, sorucu köklər, əmici köklər çoxdur deyə. Zoğlanmaya bu dəvə haradasa bir 70-80 santı zoğ vurur. 1 metrə yaxın. Keçən vurduğumdur. Üstündə də tumurcu meyvə tumurcuqları qoyub. Heç kim pişiqlat eləməsin. Bax, bu mənim ziratım. Üstündə meyvəsilə kəsib tullamışım. 4-5 kilo meyvə var idi. Olanların da yazı düşürük. Yəni, 1 qəpikli şey deyil. Zirat eləməyin. Kəsin. Yəni, məsləhət almaq istəyən problem yoxdur. Bax, yaxın vaxtlarda, yaxın ərazilərdən gəlib göstərə də bilərəm. Misal üçün, maraqlı gələ bilər də, çoxdur, mən bilirəm. Danışırıq ki, məndə deyir Napoleondur, gətirmir, neyniyim? Ziratlı gətirmir, neyniyim? Məsləhət vermək, kömək eləmək bir şey deyil. Yəni, təmiz kəsib atmağa yeri yoxdur. Həmin kəsilən yerlərdə, indi iyun ayında. İyun ayında kəsməyin məqsədim odur ki, avqustdacan bu mənim istədiyim nəticə o zoğları almaq. Həmin oduncaqlaşsın, zoğları alım, qələm vurum ona. Və yazda da gələn bu ağac ən azından görəcəksən ki, 1 metrə, metrə yarım zoğ verəcək. O birisi meyvə üstündə meyvə götürəcəm. Ancaq bir də var ki, mən 8 il gözləmişəm, heç bir şey nəticə götürməmişəm. 4-5 ildə gözləyim, 12 il bu heç bir faydası yoxdur. İndi bax, bu Sputnikdir, bu da həmin variantda. Bunu da kəsib sizə göstərəcəm. Bu da bizim bayaq göstərdiyimi, çəkdiyim Sputnikdir. Bax, bunu da kəsdim. Bunu da döyüşə hazır vəziyyətə gətirdim. Bu da zirat. Deməli, tozlayıcı axtarırlar bəzi bağbanlar. Deməli, ən gözəl tozlayıcı gətirməyən ağac üçün, bax, mişardır. Ən gözəl tozlayıcı budur. Yəni, başqa bir tozlayıcı axtarmayın. Bu dəqiqə, misal üçün, belə deyək də, bizim bölgəmizdə az-çox bu xarici sortlarda, bir də ki, Krımlarda. Krım da yerli deyil. Ümumilikdə götürəndə Krım bu Ukrayna bölgəsidir. Krım həmin zonalardan gəlir bizə. İndi nəticə etibarilə belə qərara gəlmək olar ki, mən həmişə qeyd eləmişəm. Bu hansı ki bizdə köhnədən ki gilaslar var, həmin gilaslarla yanaşı bugün Azərbaycanda mövcud olan yeni şirkət sortları, hamısı xarici sortlar, hamısı vaxtı ilə gətirilib. Sadəcə olaraq onların hansının bizim bölgədə, Azərbaycanda, Azərbaycanın digər bölgələrində effekt veribsə, məhsuldarlıq veribsə, həmin sortları saxlayıblar. O da Krım sortlarıdır, ağdır, digər sortlardır ki, bunlar karmen, bu ümumilikdə bir xarici sortlar, misal üçün bölgələrə görə misal üçün gətirilir də. Pirmərcandır, karmendir, bax, əsas yayılan çeşidlərdir. Misal üçün, xarici fresko, bu il misal üçün bəzi çeşidlərdə oldu. Royal Helendir, belə çeşidlər var, Lambertdir, Soram. Müəyyən bir çeşidlər var ki, onların üstündə məhsuldarlığı var. Yəni ki, mənim məsləhətim, kimsə deməsin ki, ay bunu mən neyniyim? 8 ildir misal üçün əkmişəm Napoleon, ziratdır. Bu Sputniki bir də kəsib tulladım. Sputnik normalda bir gilas deyil. Nə gətirəcək? Gətirən ildə yağış olacaq, qarışqa yiyəcək, çatlayacaq. Yəni, effekt verən deyil. Ondan sonra kəs 1-2 ildə 8 illik bir qələmdən, ağacdan ziratdır, Sputnikdir. Əgərlər məhsul götürmürsənsə, daha bir 8 ildə gözləməyin yeri yoxdur. Kəs onu, istədiyin qələmi vur,
Al bu nəticəni. Sonramdakı tozlayıcı axtarma. Tozlayıcı axtarsansa, bax, yenə də qeyd edirəm, mişardır. Gilasın gətirməyən gilasın tozlayıcısı mişardır. Hər birinizə təşəkkür edirəm. Əgər belə bir şeylə üzləşib bağbanlarımız, məsləhət verməyə daim hazıram. Çox sağ olun dinlədiyiniz üçün.